Allah'ın adıyla bərnaməmizi başlayırıq. Rəngi Zindagi bərnaməsində hər gün və hər həftə baş çəkirək Qəzvinin kəndlərinə. Bu gün də gəlmişək Əliyabad kəndinə. Siz də bizlə həmrah olun, ta bu kəndi ilə بیشتر aşina olaq. Əliyabad kəndindəyik və bu kəndin böyükləri ilə istəyirək danışaq. İstəyirək ki, Ağay Şocayla soruşaq ki, Ağay Şocay, bu kəndi bizə tərif eləyin və biləmizə tərif eləyin ki, bu kənd nə vaxtdır ki, bəqoli təsis olubdur və nə qədər cəmiyyəti vardır? Bismillahirrahmanirrahim. Əliyabad بخش تارم سفلادان قرار تابید و منطقه چقر. علی‌آباد در حال حاضر 8 خانوار و بالای 220 نفر جمعیت وارد و 175 کیلومتر استان یعنی استان قزوین فاصله کیلومتری varımız da. Uzaq idi vaxtən Qəzvindən, çox uzaq idi, təqribən 3 saat, nəzdiki 3 saat yarım biz yoldaydı. kilometr fasilə var idi. Bəli, çox uzaq idi, vəli vaxtən ab-u havası yaxşıdır. Xalqın işi burada nəmədir, kəsb و کاری nəmədir? Burada əksərən damdaridir, əhali damdari, کشاورزی، باغداری varlardı و زنبور اصل bir əhaliden azam زنبور اصل varlardı. Şoğla əksərən bulardılar. Nəmə məhsulatı varıyız? Burada lubya و گندم و عدس bunlar damdarların ərзan və sözətlər. Çox da yaxşı. Ağay Şocay ilə də danışaq. Ağay Şocay, siz bu kəndin ağsaqqalıyız. Buyurun ki, siz qədim xatıratdan nəmi yadınızdadır? Ben de در سال 63 buradan köçmüşəm Xürrəmdərəyə. ولی o زمانی که biz burada زندگی elərdik, ağsaqqallar vardı و به اصطلاح کدخدا vardı و انجمن vardı و bir احترامات خاصی vardı. ولی الان elə آثارları var. ولی elhamdülillah Kətdə əyləşənlərdən çox təqdiri təşəkkür edirik ki, bu kəndi zində saxlayıblar, məhacirlər gəlirlər burada, təfriqatda və ünvanı təfriq istifadə edirlər. Vəli o zamanki kəşavəzlər vardır, nümunə, nabiqə, bir sürə məzrəələr vardır. Əlan o məzrəələrə Cənab-ı yolu düşər. Vaqən qəbul eləməniz ki, bu məntəqələrdə o kəşavəzlər kəşavəzli yerilmişlər, məhsulat götürülmüşlər. Vəli əlan bir silah elhamdülillah zaman yaxşı olubdur, bir silah tərəşdurunla bir silah əkilləmişlərini, yaxşı kəşavəzlik, damdarı, nimidirəm, zəmburdari, sərdirəxt, elhamdülillah yaxşı bəhrəməndirlər bu məsaillərdən. İnşallah ki, həmişə